Videoma ve kanalıma hoş gelmişsiniz. Bugün üniversite vlog istiyorsunuz. Mikrofonumuz herkes kurtardı. Tamam, giyindim geldim ama Cem 2 dakika içerisinde evden çıkmalıyım. Düz 2 dakika. Neredesin? Bilmem daha ne kadar göründü. Biz makyajımı eleyip saçımı düzeltip çıkmalıyım. Birinci saatimiz bu arada uşaq genç xəstələri mühazirəsidir. İkinci saatimiz yoxucu xəstələr mühazirədir. Üçüncü, dördüncü saat üçün isə 20 yanvara gedəcəyik. Respublikanski xəstəxanasının bir tərəfində patoloji anatomi bürosu var, ora. Oraya getməyi heç sevmirəm bu arada. Çünki çox uzaqdır və sonrasında evə qayıtmaq, yəni saçımı yıxam. Çünki saçımı yıxmayanda yoldakı Bakının havasıyla saçım o kadar şişir. Bu arada geceler, yani daha doğrusu bu hafta bitti imtihanlarımız. Ona göre de bu yeni bir deli çinmeyen bir hafta sonra üniversitede getirip interim olan haftasında bizim dersimiz olmuş. Zaten imtihanlar gibi gel. O gelebilir ki ders bir derse gitmek elbe yer. Bir haftada olsa. Tamam, çıkalım. Oraya kaça çıkacağım. Vaktim yoktu. Sizinle üniversitede ya da yolda görüşelim. Sağ olun. Diyeceğim ki 70 qəpikdən al. Nasıl bir şey kaçaklandır? Ölür bunu ölür. Yani ne var ya? Biraz başım istemiştim ya. Beni bile göre. Biri... Ben de story atacağım. Sonunda evdeyim. Sonunda eve geldim. Kargomu götürmeye gitmiştim. Kargom bir yerde çaldı. Ne almışım? Açayım göstereyim. Deməli böyle bir şey almışım. Bu nedir? Kesin açayım. Ama kargomun ne haline bakın. Buradan götürmeliyim. Neyse. Bu nedir? Bu dikiş iğneleridir. İçinde böyle şeyler var. İğneler, bir tanesini göstereyim. Çünkü ben de bilmirəm. Bunlar sterilmiş. Böyle iğneler. Bunlar ne içindi? Tez göstereyim size. Ya paltarım böyle değişmedi. Anda kargomu göstermek için. Neyse, bunu çıkartmayayım. Ben o zamandan böyle bir Tem'den kargo almıştım. Daha doğrusu böyle dikiş şey almıştım. Dikiş seti. İçinde bunun iğneler şeyi de var idi. İğneleri var idi. İğneleri bu şekildeydi bu arada. Ne? Ancak içindeki cəmi 8 dənə bu saptan var idi. Bunun da hamısı qutarıbdı. Hatta bu hal-hazırda burada gördüğünüz sonuncusudur ve yarımçıq olandı. Neyse, onu görmende məcbur qalıb yenisini almıştım. Əslində mən artıq demək olar ki, bütün dikiş şeyini eləməyi bacarıram, ama sadece hamısını demək olar ki, sadece bir dəfə eləyə bilmişəm. Onu göstərirəm ki, həm ikinci, üçüncü dəfədə eləyim, əlim alışsın, həm də ki artıq bir dikiş vardı, gizli dikiş. Onu məhz heyvan dərsi üzərində eləmək istəyirəm, yəni toyuğun falan üstündə eləmək istəyirəm. Toyuq parçasını bu arada. Onun üstündə eləmək istəyirəm. Ondakı eləmək üçün yəni sapım yox idi, sap aldım və bunlar sterildə, yəni real cərrahiyyədə də istifadə olunanlardandır deyə gördüm mən. Bunun üstündə elə yazmışdı. Elə bildiyim ki 20 yanvardan önce metro hiç gəlməyəcəkmiş kimi istəyirdim. Yəni daha doğrusu gəlib çox uzun değil.
yoruldum ha valla. Megabaytım da yok idi və megabaytım olmayanda özümü çox qəribə hiss edirəm. Yəni bir bütün dünyadan qopmuşam kimi hiss edirəm. Neyse belə birazdan həm o tikiş eləyərik birazdan ama həm mən biraz sonunda evdəyəm. Tamam. Ay bura birisindən günlərə. Ben buranın halına bakarım. Yemeği satılır ve Game of Thrones'a bakarım. İkinci bölümde yemeği. Saat Saat 22:51'dir və demək olar ki, saat geçmiş olur. 5 saat geçmiş. 5 saat demək olar ki, keçir və bu 5 saat ərzində mən nələr elədim? Heç bir şey eləmədim. Sadəcə yemək yedim və fasilə verdim. Biraz da çay içmişəm. İndi neyəcəyik? Bayaqdan, bu arada midtermlərim təzə bitibdi. O bırışı söndüm. Yox, söndürməyim, belə yaxşıdır. Və midtermlərim çox yaxın zamanda bitib. Bugün həftənin birinci günüdür, 5-ci gün mənim midtermlərim bitdi. Ona görə dərs oxumağı düşünmürəm. Dərs oxumağı düşünmürəm, amma tikiş tikmək istəyirəm. Ona görə də bugün bir yerdə tikiş tikib söhbət eləmək istəyirəm. İdealı. Və eyni zamanda yanımda təbii ki olmazsa olmaz çayım. Neyse. Çayım. Ravanim var. Bu arada bu ravani mən özüm bişirmişəm. Bayaq səhərdə, daha doğrusu mənim üçün səhərsin üçün bayaq göstərdiyim qabdakı kəkdə mən bişirmişdim. Yəni ravani idi. Elim biraz ləzzətlidir ona görə. Neyse. İndi həm bayaq yarımca qalan sapımı bitirəcəm birinci. Daha sonrasında isə bu yeni yoxlayacaq. Çünki həm sapının nə renk olduğunu bilmirəm, həm də bayaq dediyim kimi sterildir. Bu istifadə elədim hal-hazırda. Bir saniyə sizə göstərim. Bu sapları isə görünürmü? Bu saplar isə steril deyil. Yəni ki, bu insan üzərində istifadə oluna bilməz. Amma digər təzə aldığım cərrahi əməliyyatlar zamanı, hal-hazırda olan cərrahi əməliyyatlar zamanı istifadə oluna bilər. Əşyalarımı sizə göstərim mi? İğnə tutam. Əslində çox şey deyil. Əsasları bu şəkildə göstəreyim. Neşter, qayçı, pincet. Bu da iğne tutandı. Sadece biraz daha başı kıvrımlı olandı. Bu da iğne tutan. Böyle. Biraz daha başınızı aşağı çekin. Biraz daha bile mi koysam? Eğri durursuz. Koy. Hemen neter eləməliyim ki. Hem siz işləsiniz. Hem özümü göstermeye çalışıyorum. Hem de bu düşməsin istəyirəm parçanın, süngərin, maçalkanın, nə bilmirəm bu nədir. Həm də bunun düşməsini çalışıram. Ona görə də ikisini də göstərə bilmirəm təəssüf ki. Və ən əsası da mikrofonu bura taxanda səsim normal gəlmir. Çünki istər-istəməz saat gecdir və kifayət qədər yüksək səslə danışa bilmirəm. Ki normalda zaten çox yüksək səslə danışan biri deyiləm. Gəlin sizə biraz da həkimliyin müsbət tərəfləri haqqında danışaq. Çünki həmişə çox var. Amma hansı tip universitetin tip tələbəsinin haqqında danışsın, o sizə mənfi cəhətdən deyəcək. Müsbət tərəflərini deməyəcək. Biraz da müsbət tərəflərini danışaq. Ümumiyyətlə müsbət tərəfi odur ki, sizə seçim şansı sunur tip universiteti. Bu nə deməkdir? Məsələn deyim ki, siz tip universitetindən məzun oldunuz, 6 il sonra, 6 il oxudunuz və məzun oldunuz və sizə seçim şansı sunur. Siz məsələn xəstə ilə işləmək istəyirsiniz, yoxsa istəmirsiniz? İstəmirsinizsə əgər ki, hər kəs xəstə ilə işləmək sevəcək bir şey yox, təbii ki də. Əgər işləmək sevmirsinizsə, o zaman məsələn radiologiya ola bilər və ya anesteziolog ola bilər, ən məşhurlar hal-hazırda. Bu ixtisaslardan birini seçə bilərsiniz. Və ya daha çox ixtisas var, hal-hazırda ağlıma bu ikisi gəldi. Daha sonra
Məsələn, deyirəm ki, uşaqlarla işləməyi sevirsinizsə, pediatr, ya da nə bilim cərrahi istəyirsinizsə, cərrahi və ya cərrahi istəmirsinizsə, daxili xəstəliklər, nə bilim dermatologiya, daha sonra nə vardı? Lor da məsələn ola bilər. Və çoxdur əslində ixtisaslar. Sadəcə ağlıma gəlir. Həm məsələn xəstə ilə işləməyi sevmirsinizsə, biokimya ola bilər, ya da mikrobiologiya ola bilər, kimi sahələr seçə bilərsiniz eyni zamanda da. Yəni bu sizin asıldır və məncə ki, bu universitetin, yəni tibbin ən yaxşı tərəfi sizə seçim şansı sunmasıdır, seçim şansı verməsidir. Parça da da necə də tikmişəm ki, artıq buraları necə şey olubdur, məhv olubdur artıq. Oy, dedim iynə qopdu. Mən seçmək istədiyim ixtisas dediyim kimi dermatologiya deyirəm, amma hal-hazırda əmin deyiləm. Universitet çox tərs bir şey elədi bu semestr bizə. Ümumiyyətlə təkcə bizə yox, bütün hamıya sanki, bütün fakültələrə. Hal-hazırda əslində həm müalicə işinin bəzi tələbələrinin, həm də ki, digər stomatologiya, hərbi tibb, əczaçılıq qalan bütün tələbələrin imtahanları hələ təzə başlayıb. Bir də o yuxarı kurslarında imtahanları davam edir. Yəni əslində heç kəsin imtahanı hələ tam bitməyibdir. Sadəcə bizim bir də 2 kurslarımızda, birlərin zaten çoxdan bitib. Birinci kursda cəmi 3 fəndən dilim verirlər. Tikiş ümumiyyətlə məni ən çox yoran tikişlərdəndir. Çünki əslində çox sahəli istifadə olunur bu tikiş, gizli tikiş, intradermal tikiş adlanır. Sadəcə intradermal tikişdir bu tikiş. Sadəcə çox çətindir. Yəni çətin deyil əslində, sadəcə taktikalarını falan tutandan sonra rahatdır. Amma ki, ilk başda təbii ki də çətindir və mən bu üstündə çox əlləşmişdim. Aslında onu sizə göstərirəm. Gizli tikişdir. Gördüyünüz kimi. Bu isə bayaq sizə göstərdiyimdir. Bu da lap öncəsində tikdiyimdir. Bu əslində ən klassik tikiş budur. Hansı ki, həmişə ilk universitetdə falan da bizə bunu öyrədirlər. Bu intradermaldır. Məsələn, hamı yəni çox adam demək olar ki, bunu istifadə edir. Çox cərrah və bu da ki, məsələn, kiçik yaralarda istifadə olunur.